İyulun 2-sində olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-21 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760-dan 757 mm civə sütuna enəcək. Rayonlarda əsasən yağmursuz hava gözlənilir. Gün ərzində bəzi dağlıq ərazilərində qısa müddətli yağış, şimşək və dolu ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq. Havanın temperaturu gecə 17-21 dərəcə, gündüz 30-35 dərəcə isti. Dağlarda gecə 9-14 dərəcə, gündüz 17-22 dərəcə, bəzi yerlərdə 24-28 dərəcə isti olacaq.